Məkkə müşrikləri müxtəlif yollara əl atırdılar ki, Həzrət Peyğəmbərin qarşısını alsınlar, təbliğ eləməsin Həzrət Peyğəmbər İslam dinini. Fərqli yollara əl atırdılar. Keçən dəfə də danışdıq, dedik ki, Peyğəmbərə dəli deməyə başladılar. Hər yola əl atdılar demək olar ki, Məkkə müşrikləri və axırda gəldilər belə bir yola əl atdılar ki, Haşim oğulları və Əbdülmüttəlibin qohumlarından qız alıb vermək olmamalıdır. İqtisadi məsələləri dayandırdılar. Bir 3-4 il müddətində Həzrət Peyğəmbərin və müsəlmanların vəziyyəti pisləşdi, maddi durumları pisləşdi, psixoloji gərginlik içində oldular Həzrət Peyğəmbərgil, müsəlmanlar hamısı birlikdə və həmin vaxtı xanım Xədicə salamullahi əleyhanın da demək olar ki, maddiyyatı aşağı düşdü və bir növ bir çətinlikdə idilər Peyğəmbər. Həm psixoloji olaraq çətinlikdə idi, həm maddi olaraq çətinlikdə idi. Müsəlmanlar da baxırdılar Peyğəmbərə, biraz sıxılırdılar ki, yəni biz bu durumda nə vaxt çıxacağıq? Belə bir çətinliklərlə qarşılaşmışdılar müsəlmanlar və Peyğəmbər. Bir 3-4 il bu çətinliyi çəkdi və bunun ardınca Əbu Talib dünyasını dəyişdi. Həmin bu çətinlikdən sonra Əbu Talib dünyasını dəyişdi və Əbu Talibin ardınca da xanım Xədicə salamullahi əleyha dünyasını dəyişdi. Peyğəmbər çox sıxıntıda oldu. Yəni bu qədər çətinliklər Peyğəmbəri demək olar ki, çox incidirdi. Əbu Talib kimi şəxsiyyət, xanım Xədicə kimi bir qadın, bunlar hər ikisi Həzrət Peyğəmbərin həm mənəvi aramlığı idilər, həm bunlar maddi dəstək dururdular Həzrət Peyğəmbərə və bir növ Həzrət Peyğəmbərə Allah dəstək vermək üçün, bir mənəvi dəstək vermək üçün Həzrət Peyğəmbəri Meyraca apardı Allah və Məkkədən Beytül-Müqəddəsə getdi Həzrət Peyğəmbər Buraq adlı bir miniyin vasitəsilə və oradan da Həzrət Peyğəmbər Meyrac elədi və tarixdə gəlir, hədislərdə gəlir ki, Həzrət Peyğəmbər digər peyğəmbərlərlə görüşdü, söhbət elədi və cənnət cəhənnəmi müşahidə elədi Həzrət Peyğəmbər. Cəhənnəmdə nələr, hansı əzablar var, cənnətdə hansı nemətlər var, bunları Həzrət Peyğəmbər gözü ilə müşahidə elədi və bəzi alimlər deyirlər ki, ruhani olaraq getdi Meyraca, bəzilər deyirlər ki, yox, tək ruhani yox, həm cismi, həm ruhani olaraq Peyğəmbər Meyrac elədi və Həzrət Peyğəmbər Meyracdan qayıdandan sonra bu məsələ müşriklər arasında yayıldı. Həmişəki kimi müşriklər yenə də Peyğəmbəri bu sözlərini inkar etməyə başladılar. Peyğəmbər də dedi ki, mən bir karvanla qarşılaşdım, o karvan dəvəsini itirmişdi, oradan su içdim, filan qəbilə ilə sonra qarşılaşdım, bu qəbilədə bu hadisə baş vermişdi. Sonra Qureyşlər həmin qəbilədən, həmin karvandan soruşdular ki, gördülər ki, həqiqətən Həzrət Peyğəmbər düz deyir və əsəbləşdilər ki, daha nə oldu elə Peyğəmbərin dedikləri hamısı bu cür düz çıxır. Yəni bu Meyrac hadisəsi demək olar ki, bir növ Peyğəmbərə Allah bir təskinlik vermək kimi, bir rahatçılıq, bir dincəlmək kimi bir şey elədi də Meyrac hadisəsi ilə. Və Həzrət Peyğəmbər həqiqətən çox əziyyətlər çəkdi, çox çətinliklər çəkdi Məkkədə və Məkkədə olduğu müddətdə də Allah Peyğəmbərə və müsəlmanlara ancaq səbr etməyi tapşırır ki, səbr eləyin inşallah, Allah səbr edənlərləndir.